Bəli. 64'ten başla. 64 dənə deyir. Geosiqnal qurşaqlarda yerləşən məntəqələri təyin edin. Geosiqnalda sonda yaxşılar çıxacaq da. Çıxdıqlarımız götürəcəklər. Hı hı. 2, 4, 5, 7. 2. Geosinkronal quşda yerləşənlər isə 2 düzdür, 4 düzdür, 5 düzdür, bir dənə 7. 6, 7. 5, 7, hə 6 7. olmaz. Yox, 2, 4, 5, 7. Cavabımız 64 olacaq. D 5, variantı. 7, hə. 65'i oxu görüm. D variantı. Hı hı. 65-də də bizdən vulkan elementlərini müəyyən edin deyir. Lavadır, sonra hiposenterdir, bir də ki Kars döyüş, Meandr döyüş, krater, Moren təpəsi var. Kars 4 hə, var. vulkan elementləri bilirsən ki, Kars deyil. Yeraltı suların təsir nəticəsində yaranır. Meandr da deyil, Meandr da deyir. krater da deyil. Hı hı. Boğazdakı heç döydü. Lava, hipocenter, bir də Moren təpəsini bir dəqiq bilmirəm. Boren təpəsi buzlağın təsir nəticəsində yaranır. Yaradıcı relyef Hə, formasında. onda lava, hipocenter, Moren təpəsi. B'dir. 3, 4, 4, 6. 6. Bu hiposentrdə zəlzələdə olurdu. Bəli. 66'ya baxaq. Aparat sınavı bizdən Kordillerlə böyük su ayrıcaqlarını istəyirlər fərqini. Hı hı. Seysmik cəhətdən fəaldır. Kordiller dağlarına götürə bilərik bunu. Seismik cəhətdən fəaldır deyirsə, bəli. Geosiqnal deyilik də, yəni Bəli, bəli. geosiqnal. Kordilyerada böyük su ağacı dağları fəal deyil. Bəli. Şimaldan cənuba doğru uzanır deyirsə, bu ikisinə də aiddir. Bəli, şimaldan cənuba doğru hər ikisi uzanır. Doğrudur. Ən hündür zirvəsi qar xəttindən aşağıda yerləşir. Hansı olacaq? Bir Istiyoşko dəqiqə fikirləşdim. 2228. Böyük Kordilyerin su ayrıcı dağlar. aha, McKinley'də bilirdin də nə qədər idi? Şey, 6194. Deməli, böyük 690. sahəcə aiddir. Bəli, aşağıda yerləşən böyük sahəcədir. Fanerozoy erasının eonunda formalaşıb deyir. Bunu da götürək hər ikisinə. Hı hı. Materikin qərbində yerləşir. Materikin qərbində yerləşir nə deməkdir, yəni? Kordilyer dağları qərbbdə də, deyə bu tərəfdə. Hə, Böyük faylı sahəcə. dağlardandır. Yəni qədimdir deyir, böyük sahəcə qədimdir. Bəli, Cavabımız 66'da E variantı olacaq. Düzdür? bəli. Sonra 67'ye baxaq. Paleozoy arasında Apa, formalaşır. Apalaç, Ural, böyük su ayrıcı veribdir. Hı hı. Paleozoy arasında Paleozoy formalaşır. erası formalaşır. Hamısı. Hamısı Aplat, da bu Ural'da. 4-ə gedir. Bəli. Lavrasiya qurusundan ayrılan materikin üzərində yerləşir. Bunu Ural'la Uralla Apalaça As. götürürlər. Bir də Hı hı. Şərq yarımkürəsində yerləşir. Bir dənə fikirləşim. Böyük su ayrıcıya götürə bilərik onu. Asal. Şərq yarımkürəsində yerləşən Ural'dır və böyük su arıcıdır. Böyük su ayrıcı, hə. Yəni opsiyada çevirsəz. Hı hı. Hə. Şərq yamacı okeanından gələn hava axınlarının təsirinin altındadır. Böyük su arıcı ilə şeydir, Apalas düşür də şərqə. Apalaça. Seysmik cəhətdən sabit ərazidir. Yəni geosiqnal deyilsə Hamısı. şey, hamısı Apalaça düşür, böyük su ayrıcıda düşür opsiyada. İnkişaf etmiş ölkələrin ərazisində yerləşir. Böyük su ayrıcını götürə bilərik ona. İnkişaf etmiş ölkələr arasında yerləşir. Böyük su arıcı, bəli, düzdür. Götürək də mən onu. Şimal yarımkürəsində yerləşir. Elə Niyə şey də götürə bilərik də, Apalatı da götürə bilərik. orada hansı var ki, inkişaf et? Hə, Apal bəli. Şimali Bildim. Amerikada hamısı inkişaf etmiş Şimal, ölkə. hə. Hı hı. Şimal yarımkürəsində yerləşir Apalat. Hı hı. Cavabımız Cavabınız nə oldu? Mən heç baxmadım hansı mən də hansını. baxmadım, heç baxmadı ehtiyac yoxdur, düz dedik. Bəli, Şimal yarımkürəsində Apalasla Ural yerləşir. Yaxşı. oldu mənim. 68'e bax. Burada nə görürsən? Nə prosesi görürsən? Burada elə bir ki, materik tipi hava gömülür yerə.
Neydi bu? Aha, okean tavası, materik tavasının Ama altında. otomatik bir altına gömülür. Bəli. Yəni cavabımız nə olmalıdır? Hind Avstraliya yox. Hind Avstraliya ilə Okeanı götür də. Birinci okean olmalıdır. Sakit okean. Sakit Okean da Şimali Amerika. Cavabımız 68-də C variantı. Bəli, birinci okean olmalı. Okean Hə, gölməli. oradan seçiblər. 69-a baxaq. Bunlar nədir bəs? Biri Burada şeydə bu cüyə siqnalları veribdi. Biri Aysa. Sakit Okeandır, biri Ad Cordillerdir. O birisəki Yaponiya tərəfdə olanda hansı idi? Aha, Yaponiya tərəfdə olan Sakit okeanın odlu qövsü. Sakit o da qoşublar. İndi seçməliyik də Hı bunları bir-bir. Sakit Okean qərb seysmik zonasına aiddir. Bunu Sakit Okean olduğu qövsünə götürəcəyik. -hı. Sonra deyir iki materikli tasvir havasının toqquşma zonasında yerləşir. Bunu mərkəzdən keçsə 3 də elə bir. Aha, deyir ki, Sakit okean qərb seysmik zonasına əhatə etdiyi hansı? Buran dedin, düzdürmü? Bəli. Aysa iki Xeyr. materik havası toqquşma zonasında Hə, yerləşir deyirsə 3-ü götürəcəksən. Alp Himalay bəli. kəndə geosignal quşağı toqquşmada yerləşir. Mənim 3 Alp Himalay gedir. Bəli, Alp Himalay geosignal quşağıdır. Şeydə burada bir dənə yazsam olar oranı bir dənə. Hə, olar. Yaz. Burada biri də var idi. Bu tərəfdə bir buraydı. Bax, buranı deyir. Biraz bulanıq düşüb bura. Bura, bax, gördüyün bu hissə var. Bəli, Bura Orta Okean dağ silsiləsinin olduğu yerdir. bəli. Bura birin olduğu yer Ant Kordiliyerdir. Olabilir. İkinin olduğu yer Alp Bəli. Himalay geosignaldır. İkinin də olduğu yer, bax bu hissələr. Sakit Okean odlu qövsüdür. Bu nədir? Buranı niyə işarələdi onu bilmədim. Bir dənəsi də var idi. Dörd Onu dənədir, görək. 4 dənə. 4 dənə. Hı -hı. Taksdə qalmışdıq elə. Bəli. Materik okean tipli tasvir havaların toqquşma zonasında nəhəng dağ silsilələri yaranır. Barda bax burada yaranmışdı da. Bir də Ant dağları yaranmışdı. Bizdə. Nazca ilə Bəli. Cənubi Amerikanın toqquşmasından. Hı -hı. Çox saylı adalar qövsü var. O da birə götürək. Hı -hı. Çox sayılar qövsü 2-də idi. 2-də. Alet Kuril adaları orada değildi. 2-də idi də Sakit Okeanın Hə. odlu qövsündə. Sonra nə deyir bizə? Nazca və Cənubi Amerika havaların toqquşma zonasında yerləşir. Bu da birinci Bir. Ant Kordilyerə. Ay sağ ol. Sonra Digər geosignal quşaqlarına nəzərən fəaliyyətdə olan vulkanlar daha azdır. Vulkanın az olmağı şeydə bu 3-də idi Sakit də. Okean, Yox, Sakit Sakit Okean Okeanda olur. çox idi. 3-də az idi də. Hə, Burada nə var idi ki, Alp Himalayda şey idi, hava Etna yox idi, idi. Vezuvi idi, Stromboli idi, bir də sönmüş vulkanlar vardı. Всё. Bəli, Kazipek, Elbrus. Bir də bəli. Savammet var idi orada. Deməli cavabımız olacaq bizim nə? 69-da Baxmadım onun. E variantlarda. Bəli. Hı -hı. Gəldik 70-ci sualımıza baxaq. Bu de görün mənə. Bu B nədir? Burada nə görürsən? Nə baş verib burada? Harda? De bu B-nin olduğu yerdə. Görsənmə? Yer səthindən nəsə yuxarı Bəli. çıxır görürsən. Görürəm müəllim. Yer səthinə çıxanlar nə idi? Qalxanlar və sipərlər idi. Bəli, bəli. Bu da kristalik nəyə aiddir? Bünövrəyə aiddir. Bu növrəyə. A-da nədir? Çökmə suxurqatının olduğu yerdir. Yaxşı. Məsələn, burada deyir ki, Bax, A platformanın əyilmə hissəsinə uyğun gəlir. Düzdür də? düzdür, bəli. B B də qalxma. platformanın qalxanında düzdür. Amma nə yazıb da Sonra- arxasını da oxu. Daş kömür deyir. Olmaz axı. Hə, A-da olmaz. olar daş kömür. Hı -hı. Kristalik bu növrədən təşkil olunmuşdur. Beyni Düzdür. deyir də, düzdür müəllim. Hı -hı. Fəal seysmik qurşaq olduğundan dağılmaya gəlmə prosesi davam edir. Bu səhvdir. Bəli, platforma fəal ola bilməz. Fəal ola bilməz. Bu siqnal olsaydı düz olardı. Hı -hı. Qalın çökmə suxur qatına malikdir. Bəli, A düzdür. Hı -hı. Platformanın əlmiş hissəsində nazik çökmə suxurların toplandığı yerdə səhvdir. Bu Qalın platforma çökmə döylər. olmalıdır. Bəli. Qalın çökmə sonra. Cavabımız 70 olacaq. 2 səhvləri soruş. 4, 6. 4, 6 düzdür. Gəldik 70-ci sualımıza baxaq. Yerin
Geoloji inkişaf biraz yaxınlaşdırma. Dövründə okean və quru sahələrin yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, tasvir tabanlar formasında mantianın üzərində daimi olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Mətnə əsasən relyef formalarını müəyyən edin. Demək, yerin geoloji inkişaf dövründədir, bunu bildik. Onu bildiyimizə görə birincini çıxa bilərik, okean yatağını. O geoloji inkişaf dövründədir də. Aha. Yəni səndən nə istəyir burada tam olaraq? Geoloji inkişaf dövrü. Məndən Hə. hədə geoloji inkişaf dövrünə düşsün. Oşan, absal düzənliklər deyilsin, geoloji inkişaf dövrünə aid deyil. Aiddir. Səndən bilsən nə istəyir? Bax diqqətli ol. Deyir ki, yerin geoloji inkişaf dövründə okean və quru sahələrin yerləşdiyi ərazilərdə tutduğu sahələr daima dəyişmişdir. Yəni okeanla deyir ki, materik toqquşub da, bildinmi necə? Hə, Onlar da ki, bəli. litosfer tavan formalaşmasına mane olur. Yəni sənin okeanla materikin toqquşmasına yarananları soruşur. Mən də yerin geoloji inkişafına düşənləri götürürdüm. Ha, yox. Okeanla materik toqquşur nə yarandı? Adlar Adalar, bölüşdü. Aha. və sıra dağlar. ASO bir də qədim İndi okean cavablarda novları. var. Dərin sulu okean novları. Novlar, çökəkliklər Kim yəni. götürürük? Su götürdük. Aha. Qədim dağlar, xeyr. Platformalar heç. Dərin sulu okean novları da götürə bilərik də. Bəli. Okean novları 2, düz. 3, 6. 71-də cavabımız B variantı. 6 bəli. Keçdi 76-nı oxu görün. Bunları tanısan yerlərini. Qoçum yerlərini tanı da. Mhm. Göstər mənə Şərqi Avropa düzəninin yerini. Bəli. Şərqi Avropa düzəninin yerini göstər. Şərqi burada. De burada, yəni buranı demək istəyirəm, düzdür? Aha. Bəli. Necədir? Platformadır, geosiqnaldır, onu da de. Geosignal platformadır. Kiçik Asiyanı göstər. Nəyi? Kiçik Asiya yarımadasını göstər. Siyasi yarımadası. Xəritə yaxşı deyil, gözləyim. Sən bu xəritəni verim. Aha. Kiçik Asiya yarımadası, Türkiyənin olduğu yer. Hə, bildim. Sonra Dekan yaylası hardaydı? Göstərdin Kiçik Asiyanın. De bura. Hə, siyasiyanı göstərmədim. Xeyr, Türkiyə dedim. Geosiqnaldır. Geosiqnaldır. Dekan. Dekan Platforma. geosignal da o. Platforma. De burada. Timer. Platforma. Timer yarımada platforma. Apeni yarımadası geosiqnal. Geosignal. Bəli. Burada 72 nədir? 72-də bəndi səhvdir. Çünki Şərqi Avropa düzənliyi platformada düz verib. Kiçik Asiya Hə, yarımadası geosiqnalı düz verib. Dekan yaylası platforma olmalıdır. Geosiqnal yox. Timer yarımadası platforma olmalı düz verib. Apeni yarımadası platforma yox, geosiqnaldır. bəli. Bir-birinə baxırıq. Jutlandiya yarımadasını tanıyırsan? Bak Danimarkada da. Jutlandiya. Harda? Danimarkada deyil. Danimarkada. Yerini göstərə bilərsən. Yaxınlaşdım göstərim. Almanya ilə elə bir Danimarka tərəfdə. Jutlandiyada Hə, istəyəcəksən ki, burada. Səsiniyə. Hə, o isə bu hissələdədir də, hə. Hə, Jutlandiya yarımadası hə. düzdür. Demək, Adam deyil. baxaq. Yəni burada bizə əsas nə lazımdır? Deyəcəksən ki, Platformaya düşürmü yoxsa yox? hə. O da düşmür da mənim. Platformadır. Mhm. Bax, Çünki Jutlandiya yarımadası siqnaldan keçmir axı. hə. Jutlandiya yarımadası deyəcəksən ki, düşmür, düzdür? Bəli. Sonra Kiçik Asiya Türkiyədədir. O göstərdiyimiz o da düşür geosiqnala düşür. ISO düşür, Dekan yaylası düşmür, Düşmür. Timer yarımadası düşmür. düşmür. Bir Kaliforniya də nəyi verib? yarımadası, Kaliforniyanı nəyi verib geosiqnala? aha, Kaliforniyadadır. Deyə burada. Geosiqnala düşür da. Bəli. Deməli, cavabımız burada bizim nə olmalıdır? 72-də. B variantı ilə düzdür. Bax, Jutlandiya yarımadası platformadır. Düz verib. Kiçik Asiya yarımadası geosiqnalı düz verib. Dekan yaylası Bəli. platformadır düzdür. Timer platforma düzdür. Kaliforniya geosiqnalı düzdür. Aydındır. Bəli. Gəldik 73-cü suala. Baxaq. Bu geosiqnalın mərhələləri verilib. Tap görək indi.
Baxaq. Birinci yer qabığının enməsi daxil məncəm. Bunun B-ni birə götürürük. Hı -hı. Sonra Məs adam var. Daxili proseslər zəifləyir. Bu A variantını dördüncüyə götürəsən də, üzə qədimləşib. Qədim dala deyirəm. yerə deyirsiniz götürüm. Birə get, Mən birə iki, nə götürdüm? Birə. C. Düzü yer birə qabığı C kütləsi götürdüm. Bəli, enməyə başladı. Sonra bəli. İkiyə götürürük şeyi deyini. Yer qabığının beyin, enməsi ay davam sol. edir. Lakin Sonra qalxma baş verdi azca. Üçdə üçdə bilmədim nədir. Dörddə amma üstə şeydə cavan daxili dağlar yaranır da. Yer qabığının enməsi dağı əməcən şəkildə yaxşı prosesi əvəzlənir. görsənmirəm bizdə. Hı? Şəkildə yaxşı görsənmirəm məndə. Bax, bir görsənmi nədir? Yalnız enmədir. İkidə həm qalxma Birinci. enmə, Bir də üçdə üçü cavan, bilmədim. üç cavan dağlarda. Görsən hündürdür də. Bəli. Yəni daxili proseslər zəifləyib 4-də. Yer qabının enməsi dağ əməcən proseslə əvəz olunur 3-də. Yer qabının böyük bir Bəli. hissəsi enməyə başlayır 1-də. Yer qabının enməsi davam edir, lakin ayrı hissədə qalxmalar baş verir 2-də. Bəli. 73-də cavabımız olacaq E bəndi. E bəndi. 74-cü sualımıza baxaq. Radio ilə xəbər verildi ki, ölkənin sahillərində qısa zaman sonra təbii fəlakət baş verəcək. Bu vaxt ərazidə əhalinin sahillərə yaxın ərazilərdən köçürülməsi, limanlarda dayanan gəmilərin açıq okeana çıxarılması barədə tapşırıq verildi. Bu sunamidir müəllim. Tsunami'də ay sol düzdür. 75'e de bak. Litosfer tavaların konvergent sərhədinə uyğun gələn şeylər istəyir. Adalar istəyir. Burada Azor uyğun gəlir, İslandiya uyğun gəlmir elə. Deməli, konvergent, divergent deyir. Baxaq. Bəli. Deməli, buradan hansına dedin? Bir nə dedin? Bir e, konvergent sərhəddə istəyirlər bizdən. Aha, birinci konvergent deyirsə 2'dir. Kuril var, 3'tü bir de 5'ti də konvergent. Yaponiya var, bəli. Aha. Sonra o birisilər də 5-dir, sonra 1-dir, 4-dür. 2 şeydir də konvergentdir. Afrika ilə Avrasiya tavasının toqquşmasıdır. Bəli. Burada 2, Şey 3, də 5'dir. Yaponiyada götürürük. 2, 3, 5 konvergent. 1-ə 3, 5 olan hansıdır? 1 D ilə var. 4 divergentdir. Bəli. D variantıdır. 76'ya da baxaq. 76-da nə deyir bizə? Təsvir Konvergent talan konvergent sərhədindən uyğun gələnlər. Bunu test et baxın. Manq. harfini tanıyırsan. Bəli. Orisa bu elə ya D-dir ya da Y-dir. Yox. D, Y yox, ey. Konvergent deyir. Azor divergent axı. Bizə saniyə. Yaxşı. Etna. Yoxdur elə burada o da. Çıx da burada. Məsələn, Azoru çıx. Kanarı çıx. Azoru çıx. Bilmədim. Dəqiqə fikirləşim amma. Yaxşı. A variantından şey çıxıraq. İslandiya. Marian, hə, İslandiyanı. Yox, B, Marian var niyə konvergentdədir? İslandiyanı çıx. B variantından Yeni Zelandiyanı çıxım. Niyə çıxırsan ki? Hə, Yeni Zelandiya ilə Yaponiya şeydədir, konvergentdədir. Elə Alüt də konvergentdədir, Kurul da. C-də Birində məsələn B Azoru çıx. variantı Kanarı da. İslandiyanı da çıxım. Aha, Kanarı da çıx. Elə Azoru Bəli. çıxın, cavab çıxır da. 76'da B variantı. B variantı. Burada sualın var. Hansıdan yerini bilmirsənsə ver. F. Sonra 77-ci sualımıza da bax. Mən də sınavımızı atım qrupa. 7-ci sualda biri şeydir. Ayrılma da yox. Okean tipli tava şeyin konvergentdir biri yəni. Yox, subduksiya. Birinci subduksiya, ikinci divergent. İkinci ayrılması nə idi? Divergent idi də. Divergent. Bəli. İndi bunları bir uyğunlaşdırmalıyıq. Tasvir tavalarının divergent sərhəddinə uyğun gəlir.
O hansını götürər? Litosfer tavalarının ne deyir? Divergen səyahətinə uyğun gəlir. İkincidir də. Ayrılma. Cənubi Amerika və Afrika tasvir tavalarının sərhəddinə uyğun gəlir. Ee, Ayrılmadı da onlarda. Cənubi bəli. Amerika. Onda 2-yə A ilə B-ni götürdük. Baxsaq deyir, aktiv seysmik müşahidə olunur. Bu hər ikisinə aiddir. Hı hı. Sonra Orient Kril kimi adalar formalaşıbdır. Bu da 1-ə götürək subduksiya. Ay sağ ol. Konvergens səyahətlərdədir. Toqquşmada. Pervo Marianovlar əmələ gəlir. Bu da onsuz da subduksiyadır. Ay sağ ol. 77-də cavabımız olacaq. A bəndi. A bəndi. 78-ə bax görüm. Litosfer tavalarının konvergent sərhədlərinə uyğun gələnləri istəyir bizdən. Hı hı. Yəni çıxa eləyim. Fəaliyyətə deyir. Məsələn, Kazbeki çıx, sönmüşdü. Böyük işıqlını Bir çıx. variant ola bilər. E variantı. Bəli. Etna düzdür. Fujiyama düzdür. Vezuvi düzdür. Karakatun düzdür. Məsələn, A bəndində gəl elə belə mən Böyük çıxadaşım işıqlı ya. ilə Kazbek Kazbek çıxır. getdi. Bardanburga getdi. Hekla getdi. Çünki Bir variantı divergentdir. Pedro gedir. Kazbek burada getdi. Hekla da getdi. Cavab belə idi. 79-a bax. Sönmüş olsun. 79-da nə istəyir? Sönmüş olsun, həm də konvergent olsun. Hı hı. Sana verir. Kazbek çıxaram. Yox, Kazbek var. Vezuvin çıxım da mənə. Vezuvi A'dan. bax məsələn, Klyoçka sovqası fəaldı getdi. Sonra Kilimanjaro Karakatın fəaldı getdi. Fujiyama fəaldı getdi. Etna fəaldı getdi. A bəndi qalır. A Bir də bəndi var. çıxdaş eləsən, imtahanda test taparsan, Bəli. Hə, çalış çıxdaş eləməyi bil. 80-ci sualımıza da bax görüm. Platforma və göy Hı siqnallarda olanlar istəyir. Baxsaq, platformaya aid çıxa gedim onda. hı. Y-dən başlasaq. Qərb Sibirdə burada pozur. D-də də Qərb Sibir pozurda platformaya uyğun gəlməlidir. C-də 1-ə Qərbi Sibir platforma düzdür. Turan platformadır düzdür. Böyük Çin düzənliyi bu da platformadır. Almaniya, Polşa platformadır. Kolxi da göy siqnaldır. Kuraraz göy siqnal. C variantı. C variant deyirsən. Qərbi Sibir platformadır, cavan platformadır. Turan cavan platformadır. Böyük Çin düzənliyi qədim platformadır. Almaniya, Polşa qədim platformadır. Kolxi da geosignal, Kiraz geosignal, Padan Lənkərin geosignal. Afərin. Cavabımız 80-də C variantı. Düzdür. 81-ə baxaq. 81-ə baxaq. Hı -hı. Həqqar, Tibet, Dekan. Meksikaya görə getdi. Aşağıdan başlayalım. Hə, Aşağıda yaxşı. onu çıxartdım. Meksika getdi, yaxşı. Bəli. D variantında şey pozur 2-də. Qarabağ vulkan qələsi getdi. C variantında Orta Sibir düzdür, Hakkari düzdür, Tibet düzdür, Dekan düzdür. Platformadır. Şeyə keçsək geosiqnala. Meksika düzdür, Anadolu düzdür, Böyük Hövzə düzdür, Qarabağ vulkanik Düzdür. düzdür. Hə. C deyilə. Cavabımız 81-də olacaq. C. C variantı. Düz. 82-yə baxaq. Bu da bir imtahana düşüb. Elə. Hı -hı. Burada elə bir şey, birinci Soxulcana teleqraf bənzəyirsə, antiknaldır. Bir, yuxarı qalxana. bir Pilləkən düşürsə antiknal. terasdır. Bəli, o Üstdəki birisəki şeydir. oturacaq tikilisə qraben çökən. Müəllim o xoş döydü, o oturacaq Yox, mı? aşağı düşür bax. Aşağını Hə, göstərirsə qrabendir. Bax, amma belə yuxarını göstərirsə xoşdur. hə, bildim. Cavabımız Onda 82 olacaq B variantı. 81-də də onda 1-ə 3 gedir. 83-də. 1-ə 1-ə gedəcək 2, qraben. 2. Yoxsa horse? 1-ə 3 gedir müəllim. Horse deyə axı onu. Xoş dedi elə. Qalxana horse. Onda 3 şeydir. Graben, şey, 2 Signal. Graben. Signal. 2-də qraben. Bəli.
Cavabımız 83'te E variantı. Aydındır. Bəli, bəli. 84-cü sualımıza da bax. Baxın. Bizdən birinci şeydir, adı nədir? Subduksiya. O birisindəki nə idi? Divergent. Hı -hı. Elə bir subduksiyaya götürək. Azor adalarının yaranması bu subduksiyaya aid deyil. Naska və Cənubi Hı -hı. Amerika tasvir tablasında bu subduksiyaya götürək kimi. Hı -hı. Şimali Amerikada üç yox. Hekla vulkanı yaranması Yox. subduksiya deyil. Aletonovun yaranması subduksiyadır. 5. 1-ə 2 ilə 5 olanları götürük. Opsiyaları atırıq və cavab A variantı. çıxırdı. 84'te A'da düzdür. 85. Hmm, 85-ə baxsaq, seismikdəndir, zəif, güclü olduğu ərazilər müəyyən edin. Ee, Oslo, Varşava, Braziliya. Seismikdən zəif. Oslo zəifdir, Hı -hı. Braziliyada zəifdir, Canberrada zəifdir, Londonda. Prosto şey bilmirəm Varşavanın. Ee, güclü Bax, olduğunu keçsək Santiago. Oslo, Norveç. Varşava, Polşa. Brezilya, Brezilya. Canberra, Avustralya. A London, Böyük variantı mı? Britaniya. Seismik A, zəifdir. Santiago, Çili. Lima, Peru. Tokyo, Japonya. Meksiko, Meksika. Manila, Filippin. Cavabımız 85'te olacaq. A variantı. Aydındır. mən Manila harda yerləşir, onu deyə Manila, bilərsiniz. Filippin. Hə, Filippin adalarında. Hı -hı. Adı. Mesela bir variantında Quito, Ekvador, Aha, Afina, Yunanistan. Seismik cəhətdən yəni Quito ilə Afina seismik cəhətdən aktivdir. bəli. Hı -hı. C bəndində Bakıdır, Daşkənddir, Pekindir, Çakartadır. Seismik cəhətdən aktiv zonalardır. D bəndində Çakarta, Katamandu, Kabil, Tehran. Kabil, Tehran. Bəli, seismik zonalardır. E bəndə də Ankara, Ankara aktivdir, Canberra sabit ərazidir. Bəli. Yaxşı. Cavabımız oldu 85'te A. 86'ya baxaq. Bizə Vezuvi verir. Pinato bu, Bir Hekla. Etna ilə Vezuvinin oxşar cəhəti nədir? Məsələn, Etna Siciliya adasında yerləşir. Vezuvi Apen yarımadasında yerləşir. Deyə səhvdir. Oxşar cəhət deyil. Burada nə verir? Vezuviyə aid olanları seçməliyik, Yox, yoxsa nə? Etna ilə Vezuvinin oxşar cəhəti. Hə, Etna bildim, bildim. adadır, Sonra da Vezuvi Etna. yarımadadır. Oxşar Hə, deyil, fərqlidir bir. fəaliyyətdə olan vulkandır. İkisi də fəaliyyətdədir. Vezuvi Aha. sönmüşdür, eləmi? Yox, aktivdir. Aktivdir elə, bəli. İkini Oxşar. götürdük. Hı -hı. Qaldı tasvir tabloların konverciyası hər ikisi. Etnada konvergentdədir, Vezuvidə. Hı -hı. Birə götürdük 2 ilə 3-ü. Keçdik ki, Pinatobo-dan Etnanın ortaq cəhəti adada yerləşir. Etna adada yerləşir. Hı -hı. Siciliyada. Götürək bunu. Bəli. Alt Himalaya dağlıq sistemində deyil. Bunu götürmürük. Çünki bu Etna Etnaya aiddir. öydü. Bəli, aiddir. Keçsək şimal və şərq yarımkürəsində yerləşir. Etna şimal, bəli, düzdür, bunu da götürüyor Hı ortaq. -hı. Elə baxsaq, bir dənə götürdük, 2 ilə 3, 2-yə də 4-6 götürdük. Sonra cavab çıxır. D variantı. D variantı. Sonra gəldik 87-yə. Bayaq buna danışmışıq. Bəli. Nə idi bu? Paleotektonik proseslər, bir də ki, neotektonik proseslər. A variantında deyir, Kaynazoy erasında baş verən proseslərdir. Bunu neotektonik Neotektonik. Bəli, proseslər, Kaynozoyun Neogen dövründən baş verir. kataklizmlərə səbəb olur. Hər ikisi. Bu da nə o? Hər ikisi Kataklizmlər deyəndə ki, yəni ki, qeyd edir. neotektonikə götürürük də bundan. AS o, seismikə götürməlisən, Hə. düzdür. Yəni bu, Avrasiyada aha, bəli, neotektonik proseslərə götürəcəksən. bəli. Avrasiyada bu proses nəticəsində formalaşan relyef vahidlərinə rast gəlinir. Bu hər ikisini götürərəm. AS o, düzdür. Qədimdə baş vermiş tektonik proseslərdir. Bu Objektiv. paleodir isə adından AS o. bəli olur. Proseslər yanında çox platformalar çevrilmişdir. Bunu da dedik tektonikdir də. AS. Yəni ki 1-ə 3-ə Y-ni götürdük, 2-yə AB-ni. Cavab elə çıxır da. D, E, A, B, C. Bəli. C variantı çıxır. Düz. 88-ə baxaq.
8 nədir? Konvergentdə yerləşən vulkanlar. Ümumiyyətlə yerləşən vulkanlar 5 yerini aldı, götdük, 1-i atdıq, 3-ü atdıq, 6-nı atdıq. 2, 4, 5. 2, 4, 5, 88 düzdür. 89'a bax. Bizdən burada nə istəyir? Geosiqnallar istəyir elə. Atdıqlarımızı götürək də indi burada da. Mhm. 5-i götürək, geosiqnala düşür, 2, koordinat 5, 4. götürək. 2, 4, 5. 4 düşür elə oradan, hə. Hə, 4 düşür də şeydir. Bəli, bəli. Kiçik Asiyadır. Alp Himalaya görə. Aha, bəli. 90'a bax. 90-da nə deyir? Avstraliya materikinin qədim platformadan təşkil olmasının nəticələri. Düzənlik relyefin üstün olmasını götürək. Mhm. Zəlzələnin zəif müşahidə edilməsi, platformada zəif olur da, düzdür. Mhm. Bitki örtüyünün zəngin olması, Bu bunu aidiyyəti bilmirəm. yoxdur. Filiz faydalı qazınlar zəngiliyi düzdür. Relyefində cavan dağlar xeyir cavan deyil, qədimdir. Çay şəbəkəsinin sıxlığının az olması Bunun bunun platformunda aidiyyatı heç bir yoxdur. aidiyyəti yoxdur da. Bəli, Düzdür, əslində o da çay şəbəkəsi azdır, sıxlığı azdır. Quraq ərazidə axı. Dünyanın ən quraq bəli, ərazisi. 1, 2, 4 də cavabımız. bəli. Sonra 41'ə də baxaq, az qalıb. 8 dəqiqə bitirəcəyik. Nə deyir bizdən? Fəal Fəal seysmik adı var. havayı götürdük. Baxın xeyir. Yava, Yapon. Yapon da götürdük. Elə 2, 3, 6 eləyir də. Bəli. Mhm. Bunlardan hansınsa yerini tanımışsa da göstərim. Hamısına baxdıq, bilən Bafini. Bafinə deyə buraydı da. Dünən göstərmiş deyə burada. Bəli. Aha. 92. Fəal seysmik malik olanlar istəyir. Yapon götürdük. Azor. Azor da Və götürək. Sibirya. Sicilya, hə? 1, 2, 5. Düzdür. Bəli. 93. Tasvir tağların sərhəddində yerləşir. İslandiya yerləşir, Yapon da yerləşir. Mənim İslandiya şeydir, geosiqnaldır. Bəli. Divergentlərdir, Yaponda konvergentlərdir. Yaponla şeydə deyil ki, geosiqnal da ikisində oxşar Məksi zət. geosignaldır. Hə, onda seysmik cəhətdən sabitdir deyə bilərik. Sabit yox, aktiv. Sabit platformadır. Bəli. 1 düzdür, 3 Bir düzdür. düzdür, üç düzdür, bir də ki 6 düzdür. Şimal yarımkürəsində yerləşir. 1, 3, 6 doğrudur. 94'ə baxaq. Qərbi Sibir nə idi? Qərbi Sibir akkumulyativdir, cavandır, ovalıqdır, düzdür. Mhm, düzdür. Neçdir? Şahid dağlardır dedik. Mhm. Prosto qədim dağ deyil də elə. Yox, Qədim platform qədimdir. Şahid dağlar qədimdir. qədimdir. Yüksəklik deyil De amma. Tibesti, Darfur, Əhəqqər bunlar şahid dağlardır, həmçində yaylalardır. Qədim Amma platform. yüksəklik deyil də mənim. Bəli, yüksəklik deyil. Amazon akkumulyativdir, düzdür. Cavan platforma düzdür. Ovalıq. Yox, Amazon bax, ovalığı. uyğunluq pozulmuş deyəndə 2 götürəcəksən, pozulanları İkisi seç. də götürəcək. Bəli, 3-ü də Çünki götürəcəksən. Amazon Hə, cavan platforma cavan deyil. platforma deyil. Ay, sol. Turandır, akkumulyativdir, düzdür. Cavandır, düzdür. Ovalıq, Turan ovalığı, bəli, düzdür. Düz. Çün, Cavabımız 2, 3 səhv. Araz, Alibu, hər onda keçək də onu. Mhm. 95'ə də bax. Orta Sibir denominasiyon qədim düzdür. İran denominasiyon G siqnaldadır, düzdür. Mhm. Meso Mesopotamiyadır. Yox, məndə Mesopotamiya. Bax, Orta Sibir denominasional düzənlikdir. Qədim platformadır. Hündürlüyü 500 metrdən çoxdur, düzdür dedik. Bəli. Aha. İran yaylası denominasionaldır. Geosignaldır. 500 metrdən çoxdur, düzdür. La Plata ovalığı alüvyal düzənlikdir, düzdür. Qədim platforma Küraraz akkumulyativ 4 səhvdir. Çünki Küraraz akkumulyativdir, cavandır amma hündürlüyü 300 metr səhvdir, deyil. bəli, 5 də səhvdir. 5 dənədir səhv olan. Braziliya denominasiyon Geosignal G deyil. hündürlüyü. Bəli. Platforma Geosignal olmalı. deyil, platformadır. Bəli, 4 ilə 5'imiz səhvdir. Sonra keçək 96'ya da baxaq. Nəsi neotektoniklər istəyir. Mhm.
Deyir, Azərbaycan geosinknal sərhəddə yerləşdiyi üçün geotermik pillə böyükdür. Xeyr, geotermik pillə geosinknallarda kiçik olurdu. Bir səhvdir. Bəli. Tektonik sınma zonalarında mineral termobloklar səthə çıxır, düzdür. Düzdür. Avstraliya və Hind Avstraliya təvasının toqquşması nəticəsində Qafqaz dağları yaranır, səhvdir. Bəli. Qafqaz dağları Afrika ilə Avrasiya təvasının toqquşması. Abrasiyadır. Bəli. Deməli, qeyd edəcək ki, subduksiya prosesi. Subduksiya orta okean geosafdir. Subduksiyasının nəticəsində okean materik tavan toqquşması idi. Materik də şeyin altına girir də. Hı -hı. Necə Yəni, götürmür. belə deyək də, Ərəbistanla Avrasiya bax dedik ki, bir səhvdir. 2 düz. 2-5. 3-dəki 2-5. Ərəbistanla deyəcəksən ki, Avrasiyanın tavasının toqquşmasından yaranıb. Düzdür? Ərəbistanla Bəli. bura. Ərəbistan tavası, Avrasiya tavasının toqquşmasından yaranıb Qafqaz dağları. Subduksiya prosesində orta ölçən dağ hissəsi yaranır. De ki, səhvdir. Bir də 5 düzdür müəllim. Hı. 96-da cavabımız 2-5-dir, bəli. Orta ölçən dağ hissələri divergen sərhəddə yaranır, yəni ayrılma sərhəddə. 97-yə baxaq. Neoteknik ölçülər, yəni ki, geosignal cəhətdə aktiv olan ölçüləri seçməlisən. Geosiqnalları seçim. Hə. 4-ü götürüm, 1-i götürüm. Bir də 6. 1, 4, 6. 1, 4, 6. Əhsən, düzdür. 98-ə baxaq. 98. Mərkəzi düzənlik. Çərçi prosesi nədir? Geosignalları götür. Geosiqnalları götürüm. Aha, Şey, mərkəzi düzənlik platformadır, getdi. platformaları getdi. Kamçatka. Bu da platformadır elə. Yox, niyə? Kamçatka yarımadasında. Kamçatka Rusiyada döydü. Hə, Klyoçka sopkası, düzdür. Orta Hə, sırada düzdür. düzdür. Qədimdir. Kalahari çökəkliyi Padanovalı. Səhvdir. Səhv bunu götür. İkinci götürdük. Meksika yaylası ümumiyyətcə düşür də. Düzdür. Madagaskara düzdür. Böyük sarcı səhvdir. Anadolu düzdür. Cavabımız 38-də 2, 4, 6. Sonra 99-a baxaq. Burada nə görürsən? Okeanla materik tavasının toqquşmasını görürsən. Subduksiyada olan şeyləri seç, vulkanları. San Pedro, Hı -hı. Cotopaxi, Aha. Bir də Lublyako. onu bilmirəm bu şey. 2, 4, 6. Hər ikisi Cənubi Amerikadadır da bunlar hamısı. Bəli. Deyir burada. Görürsən. San Pedro, Am Cotopaxi, Lublyako. Lübyaxa, hə. Sonra 100-ə də baxaq. Və qutarıq. Nə deyir bizdən? Deyir Deyir, ki, Avstraliyanın Sakit Okean toqquşmasında Yeni Qviniya yaranıb, deyir. Düzdür. Yeni Qviniya budur da. Deyir ki, Hind Avstraliyanın Sakit Okean toqquşmasında Yeni Qviniya yaranıb, düzdür. İkidə deyir düz. ki, Avrasiya ilə Şimali Amerikanın ayrılmasından İslandiya yaranıb, düzdür. Üçdə deyir Bəli. ki, Cənubi Amerika ilə Afrikanın ayrılmasından müqəddəs yerine yaranıb, o da düzdür. Digərinə deyir ki, sakit o Havay adası hardaydı? Havay adaları. Tanıyırsan Havay adası? Bəli. Hava Ha- adaları Amerikada. Aha, Havay adası deyəcəksən ki, hansı hissəsindədir? Amerikada. Hava adaları qoyub dəqiqə baxım. Yəni bir sözlə Havay adası, Amerikada da yəni. bəli, Hind Amerikada Avstraliyada düzdür. deyil. Havay adası deyəcəksən ki, deyir ki, burada nəsinə? Deyir, sakit uçan Hind Avstraliya səhvdir də, bu hissədə olan olmazsa Havay adası bura düşür. Düzdür. Havay adasını görsən, Bəli. Mauna Kea kimi vulkanlar da vardı orada. Səhvdir. Afrika. Afrika, Hind Avstraliya, Şri Lanka yazıb səhvdir. Şri Lankada ise vulkanik mənşəada deyil. Buradaydı, materik mənşəladaydı. Sakit Okean, Avrasiya, Yeni Zelandiya səhvdir. Yeni Zelandiya buradadır. Avrasiya gör hardadır. Sakit Bəli. Okeandan Hind Avstraliyadan yaranıb. Düzdür. Bəli. Sualın var. Xeyr. Davamını da evdə yazarsan. Bu gün qutar bunu. Yaxşı, sualları da mənə at. Bu gün bu testlərin hamısını bitir. Tamam. Nədir şu an bundan? Bizim Arxası kitab dilləri az qaldı. 10 dənə qaldı məndə.
Məndə yoxdur kitabda onlar. Siz atarsınız onları işləyərəm. Məndə PDF-i var, ataram demin PDF-in. Təzə.